Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bu cümə xutbəsində mən təvəlla və təbərranın barəsində istəyirəm danışım. Ki, usul-i-dinin 10 dənə İslamın şərtlərindən ikisi. İnşallah nəsibimiz olsa, bu cümə təvəllanın barəsində danışarıq. Çünki geniş bir mövzudur. Nəsib qismət olarsa inşallah gələn cümələrdə təbərranın da barəsində danışarıq. Təvəlla və təbərra nədir? Bizim dinimiz iki hissəyə bölünür. Usul-i-din və furu-id-din. Usul-i-din dinin əsaslarıdır, kökləridir. Bunlar əqidəvi məsələlərdir, insanın əqidəsində olur. Allah təkdir, şərik yoxdur, Allah ədalətlidir, 124 min peyğəmbər haqdır, 12 imam haqdır, məad, ölüm, nizam, tərəzi, hesab, kitab bunlar haqdırlar. Bu 5 şeyə insan mütləq o da iman gətirməlidir əqidəsində. Bunlara insan əqidəsində iman gətirəndən sonra insandan bəzi əməllər tələb olunur. Deyir, artıq sən əməli şəkildə bunları təsdiq etməlisən ki, sən bunlara iman gətirmisən. 10 dənə də bizim furu-id dinimiz var ki, budaqları deyək dinin. Onlar əsasları idi, kökləri idi. Bunlar budaqlarıdır ki, onlar da hamınız bilirsiniz, namazdır, orucdur, xumsdur, zəkatdır, həcdir, cihaddır, əmr bi mərufdur, nəhy-əz münkərdir, təvəlladır və təbərradır. Son 2 dənənin barəsində mən istəyirəm danışım. Çünki bəzi böyük alimlər hətta gəliblər təvəlla və təbərranı deyiblər ki, təvəlla və təbərra nəinki usul-i-dindəndir, nəinki furu-id-dindəndir, bəlkə usul-i-dindəndir. Hətta deyiblər, bu əqidəvi bir məsələdir, nəinki əməli bir məsələdir. Bəzi alimlər də elə bu əqidədədirlər. Və bizim furu-id-dindəki bütün əməllərimizin bəzi güzəştlər var. Namaz 4 rükətdir, səfərdə olarsan 2 rükət qılarsan. Namaz birdən olar, insan yatar qalar, Allah deyir ki, yatıb qalmışdın, qəzasını durub qılarsan. Oruc deyir, insana vacibdir, amma insan görərsən, məsələn, xəstə olar, deyər, yox da, sən oruç tutma. Səfərdəsən, deyir, sən oruç tutma. Bəzi hallar var ki, insandan oruc götürürlər. Həc vacibdir, hasan imkanın olsa, imkanın olmasa, Allah deyir, mən sana onu vacib qılmadım. Cihad da bunu kimidir. Xums, zəkat da bunu kimidir. Malın olmasa verməyəcəksən. Amma furu-id-dində elə məsələlər var ki, bunlar heç vaxt axıra düşmür. Onlardan da 2 dənəsi təvəlla və təbərradır. Hər bir halı ilə, çünki bu bəzən əməli şəkildə özünü göstərir, bəzən elə qəlbdə olur, heç əmələ də izhar olunmasa da olur. Nədir təvəlla və təbərra? Təvəlla budur, Allahın dostlarını sevmək, Allah üçün sevmək. Təbərra budur, Allahın dostlarının düşmənlərindən uzaq durmaq. Diqqət elədiniz bu məsələyə. Bəzi hallarda təbərranı tərcümə edirlər, Allahın düşmənlərindən uzaqlaşmaq, onları düşmən bilmək. Allahın düşmənlərindən yox, Allahın düşməni heç kim ola bilməz. Allah öz düşmənlərini xar-zəlil edər. Allah dostlarının düşmənləri. Allah dostları kimlərdir? Peyğəmbərlər. Allah dostları kimlərdir? Məsumlar, imamlar. Onlarla bizi Allah imtihan edir. Deyir, hər kim onları dost tutur, onları dost tutun. Hər kəs onları düşmən tutur, onları düşmən tutun. Bax, əsas dinin qayələrindən biri bu məsələdir. Allah o cür insanlarla bütün cəmiyyəti imtihan edir. Şöyle nümunəsi də budur. İblisin cənnətdən qovulma hadisəsi. Məsələsi nə idi? Allah dostu ilə qəlbi barışa bilmədi. Allah dostunu qəbul edə bilmədi. Həzrət Adəmi ki, qəbul edə bilmədi, cənnətdən qovuldu. Bəlkə namazını təxirə salsaydı qovulmazdı. Məzəmmət olunardı, amma bəlkə də qovulmazdı.
Amma üçün Allah dostunu sevə bilmədi, Allah dostunu qəbul edə bilmədi, onun cəzası bir dəfəlik qovulmaq və cəhənnəm əhli olmaqla cəzalandırıldı. Mən bir hədis oxuyuram. Ən Əbi Cəfər əleyhissalam. İmam Baqir əleyhissalamdan da hədis. Cami-i Saadat 3-cü cild səhifə 183-də bu hədis keçir. Qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm. İmam Baqir əleyhissalam buyurur ki, Həzrət Peyğəmbər Əkrəm buyurdu. Yəni, hədis Peyğəmbərimizdəndir. Vuddul mu'mini lil mu'mini fillah ə'zamu şu'abul iman. Müminin mümini sevməsi Allah üçün. Yalnız Allah üçün sevməsindən söz gedir burada. Şəxsi dəyərlər çıxarlar, məsələsi yoxdur ortada. Yalnız və yalnız Allaha görə sevir mümini. Həzrət Peyğəmbər Əkrəm buyurur, şöbül iman, imanın şöbələrindəndir. İmanın əsaslarındandır, imanı təsdiq edən amillərdəndir. Ələ və mən əhəbbə fillah və əbğəzə fillah və əətə fillah və mənə fillah fəhvə min əsfiyaillah. Hər kim Allaha görə sevə və hər kim Allaha görə buğz eləyə, Allaha görə nifrət eləyə, Allaha görə düşmən ola, hər kim Allaha görə əta eləyə və hər kim də Allaha görə mən eləyə, Allaha görə ona əsirciyə. Məsələn, təbəssüm yaxşı bir şeydir, amma Allah düşməninə mən əsirciyirəm təbəssümümü. Ona əta eləmirəm bunu, müminə əta eləməliyəm mən bunu. Deyir, hər kim bu cür olsa, əsfiya ilillah, Allahın seçilmiş bəndələrindəndir. O hələ belə adam deyil da. Çünki bu Allah üçün yaşayır. Bunun kini də, qəzəbi də, hirsi də, sevinci də, şadlığı da, sevməyi də, nifrəti də hamısı Allah üçündür. Bu Allah dostlarından hesab olunur. Bu artıq bir dəyərli varlıqdır. Başqa bir hədisdə Ən Əbi Bəsir, Ən Əbi Abdullah, Əbi Bəsir yenə də İmam Baqir əleyhissalamdan, İmam Sadiq əleyhissalamdan nəql edir. Qalə səmiyyətuhu yəqul, deyir, mən gördüm, imam burada, İnnəl mutahabbinə fillah yevməl qiyamətə ələ mənabirə min nur. Allaha görə sevənlər qiyamətin günündə bir nurdan düzəldilmiş mənbərlərin üzərində onları oturturarlar. Qəd əzəə nuru vücuhihim və nuru əcsadihim və nuru mənabirihim kullə şeyin hətta yu'rafu bihi fəyəqulu haulai mutahabbuna fillah. Deyir, bütün məhşər əhli görər ki, həmin nur bunların üzünü, çöhrəsini bürüyüb, bunların bədənini bürüyüb, bunların əyləşdiyi yeri, minbəri bürüyüb. Mələklər nida eləyərlər ki, bu insan Allaha görə sevən insandır. Nə qədər dəyərli bir məsələdir. Həkəm ibn Uteybə bu hadisəni nəql edir. Deyir, mən İmam Baqir əleyhissalamın yanındaydım, xidmətindəydim o həzrətin. Bir yaşlı kişi daxil oldu məscidə. Dedi, Əssalamu aleyki ibn Rasulillah və rəhmətullahi və bərəkatuhu. Üzün tutdu İmam Sadiq əleyhissalama tərəf, salam verdi. Dedi, salam olsun sənə, ay Peyğəmbərin balası. Ondan sonra üzün tutdu insanlara tərəf, dedi, Əssalamu aleykum, sizə də salam olsun, insanlara da salamladı. Ondan sonra bir sual verdi, üzün çevirdi İmam Baqir əleyhissalama, buyurdu ki, ey Peyğəmbərin balası, fəvəllah inni lə uhibbukum və uhibbu mən yuhibbukum. Mən sizi sevirəm və sizi sevənləri də sevirəm. Hər kim ki sizi sevir, mən onları da sevirəm. Və vallah ma uhibbukum və uhibbu mən yuhibbukum litəmə'i fid dunya. Və and olsun Allaha, həmin kişi deyir, and içir. Deyir, and olsun Allaha ki, ağa, mən səni və səni sevənləri dünya çıxarlarıma görə sevmirəm, ha? Elə qəlbim bu cür istəyir. Şu qəlbən Allaha görə sevirəm. Vallah inni lə ubğuzu aduvvəkum və əbra'u minhum və vallah ma ubğuzuhu və əbra'u minhu livvətri kana beyni və beynəhu.
Və mən sizin düşmənlərinizin, düşmən bilirəm özümə, onlara qəlbimdə nifrət var və and olsun Allaha ki, mənim onlarla düşmənçiliyim şəxsi qərəz üzündən deyil. Onların mənə bir pisliyi dəyməyib ki. Sadəcə çünki sənlə ağa düşməndilər, mən də onlarla düşmənəm. Bu mənə kifayətdir, meyyar mənim üçün bəs edir. Rəvayətin ərəbisini oxumuram, vaxt tutmayaq. Ardiz ağadan soruşdu, dedi, ağa, mən bu halımla ölsəm, mənim halım necə olar? Dedi, İmam Baqir əleyhissalam baxdı həmən şəxsə, dedi, iləyyə, hətta əqədahu ilə cənbi. Ağa çağırdı onu, gətirdi, lab yanında əyləşdirdi onu. İmam buyurdu ki, əgər sən bu halınla ölsün, bu sualı səndən öncə bir şəxs mənim atam İmam Səccad əleyhissalama da vermişdi. Atam cavabında dedi ki, hər kim bu haləti ilə ölsə, cənnətdə əziz Peyğəmbərlə, xanım Zəhra salamullahi aleyhanla, Həzrət Əli əleyhissalamla, İmam Həsənlə və İmam Hüseynlə, deyir, atam buyurdu və mənlə, İmam Səccadla bir yerdə əyləşərlər. Cənnətin bilirsiniz də mərtəbələri var. Mümkündür bir insan cənnətə gedər, amma Peyğəmbərlər, imamlar məqamını görə bilməz, oranı dərk edə bilməz. Deyir, amma üçün sən bu məhəbbətlə yaşamısan və bu məhəbbətlə dünyadan köçərsən, deyir, o zaman onlarla birlikdə olacaqsan. Və qəbrin əvvəl gecəsində, elə ki, səni gətirdilər qəbrə qoymağa, sənin üçün bir qapılar açılar, mələklər sənin cənnətdəki məqamını göstərərlər hesab kitabdan öncə. Da bilərsən ki, sənin yerin hardadır. Bu qədər mühüm bir məsələdir. Həzrət buyurdu, mən ahabbə ən yanzura ilə raculun min əhlil cənnə fəliyanzura ilə haza. Həmin kişi durub gedəndə Həzrət İmam Baqir əleyhissalam buyurdu ki, bax, imam baxırdı o kişinin dalıyca, məhəbbətlə baxırdı, o ta aralanana qədər. Ondan sonra üzünü tutdu cəmaata, dedi, baxın bu kişiyə, bu cənnət əhlidir. Bu cənnət əhlidir. Ravi deyir ki, Həkəm ibn Uteybə deyir, mən heç bir roza məclisini, o cür məclis görməmişdim. İmam da ağlayırdı, cəmaat da ağlayırdı. Bu qədər dəyərlidir Allah yanında, Allah dostlarına məhəbbət göstərmək. Quran-ı Kərim buyurur, Ya eyyuhəllezine amanu, ati'ullah və ati'ur rasul və ulil əmri minkum. Ay iman gətirənlər, əgər iman gətirmişsə, itaat eləyəcəksiniz Allaha, itaat eləyəcəksiniz Peyğəmbərə və itaat eləyəcəksiniz sizin içinizdən seçilmiş əmr sahiblərinə ki, onlar Allah hüccətləridir, məsumlardır. Ki, bunun məsumlara aid olmasın və yaxud rükû halında zəkat verənin Həzrət Əli əleyhissalama aid olmasın, bütün müsəlman tarixçiləri, hədisçiləri yazıblar. Hər iki məzhəbin alimləri yazıblar. Bunu heç kim də dana bilməz. Yəni, tək sevmək, elə qəlbimdə ona məhəbbət var, kifayətdir, xeyr. Sevmək itaətlə başlayır. Sən onun buyurduqlarına da itaət eləyəcəksən və eyni zamanda, heyf ki, vaxtımız azdır, bəzi hədislər var idi, çox istəyərdim ki, vaxt olaydı o hədisləri oxuyardıq. Və eyni zamanda məsumları sevməklə yanaşı, onların düşmənlərinə də sənin nifrətin və qəzəbin olmalıdır. Düşmənlərinə mütləq nifrətin və qəzəbin olmalıdır. Əks təqdirdə hədislər buyurur ki, bu təvəlla deyil. Təvəllanın yanında mütləq təbərra olmalıdır. İslam dini, əziz Peyğəmbərimiz buyurur ki, din bundan ibarətdir, yalnız və yalnız bundan ibarətdir, məhəbbət və nifrət. Tək məhəbbət deyil. Dinin içində nifrət olmalıdır həm də. Kimə? Allah düşmənlərinə, Allah dostlarının düşmənlərinə. Lakin biz bəzən bunu danışanda və fürsət tələblər çalışırlar bunu bir məzhəbi məsələ kimi gündəmə gətirsinlər. Xeyr, kimsə Əhl-i Beyt yolunda, xəttində deyil, başa düşməyib, məsələ o deyil. Məsələ onlara düşmənçiliyi olanlardandır. Hər kimin Əhl-i Beytə qarşı içində bir kin var, nifrət var.
İstəsə də, istəməsə də danışığında bunları izhar eləyir. Necə izhar eləyir? Əhl-i Beytin düşmənlərini də dost bilir. Əhl-i Beytin düşmənlərini dost bilir. Bir nəfər gəlmişdi Həzrət Əli əleyhissalamın yanına. Dedi, ya amirul müminin, inni uhibbukə və uhibbu filana. Dedi ki, mən səni də sevirəm, filankəsi də sevirəm. Filankəs Həzrət Əlinin düşmənlərindən biri idi. Düşmən idi Həzrət Əli əleyhissalama. Dedi, mən səni də sevirəm, onu da sevirəm. Və səmmə bə'də ə'daihi fəqalə əmə əl-ən fəəntə ə'əvər fəimmə əntə əmə və immə ən təbsər. Dedi, sən bu dəqiqə körsən. İndi ayılacaqsan, başa düşəcəksən, dərk eləyəcəksən, bəsirət əhli olacaqsan, qiyamətdə o cür tanıyacaqlar səni, ya da elə bu düşüncədə getsin, elə kör etmirsən, qiyamətdə də kör tanıyacaqlar səni. Ola bilməz ki, insan, baxın, əzizlərim, bir dostun var sənin, bir də düşmənin var sənin. Fərd olaraq səndən söz gedir. Sən görürsən ki, o dostun həmin düşməninlə elə arada bir çay da içir, söhbət deyil. Bu sənə nə qədər təsir edəcək, nə qədər narahat olacaqsan, təbii narahat olacaqsan da. Əgər sən mənim dostumsan, qardaşımsansa, o adam ki, mənə düşmənlik edirsən, onunla necə yaxşı münasibət qura bilərsən? Və qeyrətin haradadır sən? Sən bir təəssüf keçdiyin yoxdur ki, o sənin dostunla düşməndir. İndi necə ola bilər ki, bir nəfər gəlsin İmam Hüseyin əleyhissalamı qətl eləsin, sən deyirsən, o da yaxşı adamdır, bu da yaxşı adamdır. Bunlar ikisi yaxşı adam ola bilməz də. Qərar ver, gör hansı yaxşı adamdır. Özün üçün düşün, təfəkkür elə. Hansını istəyirsən özün bil, seç. Qiyamətdə onunla məşhursan. Amma dəqiqləşdir, gör hansını sevirsən. Mən hər ikisini də sevirəm, olmaz. Mən Peyğəmbəri də sevirəm, Əbu Cəhli də sevirəm, olmur ki, qardaşım. Əbu Cəhl Peyğəmbər düşmənidir. Əbu Ləhəb Peyğəmbər düşmənidir. Sən necə onu da sevərsən, bunu da sevərsən. Ona görə sən təyin eləməlisən, bilməlisən, qərarlaşdırmalısan. Mən bir hədis oxuyuram, sözümü bununla yekunlaşdırıram. Bu hədisi, rəvayəti nəql eləyir bizim əziz əhl-i sünnə qardaşlarımızın çox böyük alimlərindən biri Zəməxşəri. Zəməxşəri gətirib bu hədisi. Nəql eləyir hədisi əziz Peyğəmbərimizin dilindən. Buyurur, qalə Rasulullah sallallahu aleyhi və alihi və səlləm. Mən matə alə hubbə ali Muhammedin matə şəhidə. Deyir, hər kim Muhammed və ali Muhammedin məhəbbəti ilə dünyadan köçsə, hər kim Peyğəmbər, ali Peyğəmbərin məhəbbəti ilə dünyadan köçsə, şəhiddir. Ardıca buyurur, ələ və mən matə alə hubbə ali Muhammedin matə məğfurən ləh. Hər kim Peyğəmbər, ali Peyğəmbərin məhəbbəti ilə dünyadan köçsə, bağışlanmış halda köçər. Ələ və mən matə alə hubbə ali Muhammedin matə taibən. Hər kim Peyğəmbər, ali Peyğəmbərin məhəbbəti ilə dünyadan köçsə, tövbə etmiş halında onu qəbul eləyərlər. Ələ və mən matə alə hubbə ali Muhammedin matə müminən müstəkmiləl iman. Hər kim Peyğəmbər, ali Peyğəmbərin məhəbbəti ilə dünyadan köçsə, mümin və elə belə mümin yox, imanı kamil olmuş mümin kimi dünyadan köçər. Ələ və mən matə alə hubbə ali Muhammedin bəşşərəhu mələkül maut bil cənnə sümmə münkərun və nəkir. Hər kim Muhammed, ali Muhammedin məhəbbəti ilə dünyadan köçərsə, ona ölüm mələyi gələn kimi müjdə verər və qəbirdə nəkir və münkər mələkləri müjdə verər ki, sənin yerin cənnətdir. Ələ və mən matə alə hubbə ali Muhammedin yuzaffə iləl cənnətə kəmə tuzaffələ arusa iləl beyti zavciha. Hər kim Peyğəmbər, ali Peyğəmbər məhəbbəti ilə dünyadan köçsə, cənnət onun üçün bəzənər, necə gəlin ər evinə gedəndə bəzənir. Yəni, xüsusi hazırlıqla həmin mümini gözləyər cənnət. Ələ və mən matə alə hubbə ali Muhammedin futəhə ləhu fi qabrihi babin iləl cənnə. Hər kim Muhammed, ali Muhammedin məhəbbəti ilə dünyadan köçsə, qəbrindən cənnətə bir dənə qapı açarlar. Birbaşa daxil olar cənnətə. Ələ və mən matə alə hubbə ali Muhammedin cəaləllahu qabrahu
məzar mələikətir rəhmə. Hər kim Muhammed Ali Muhammedin məhəbbəti ilə dünyadan köçsə, onun məzarını mələklərin ziyarətgahına çevirərlər. Bəzən deyirlər ziyarət olmaz. Mələklər gələr o müminin qəbrini ziyarət edir. Niyə? Çünki o müminin qəlbində məsumlara məhəbbət var. İndi onları sevən müminin qəbri ziyarətgaha çevrilir, mələklərin ziyarətgahına çevrilirsə, onların öz qəbirləri ziyarətgah olmasın. İnsafın buna necə icazə verir? Deyirsən, şirkdir. Ələ və mən mata alə hubbə Ali Muhammedin mata alə sünnəti vəl cəmaə. Hər kim Muhammed Ali Muhammedin məhəbbəti ilə dünyadan köçsə, sünnə və cəmaətdə dünyasını dəyişib. Əhl-i sünnə və cəmaətdə dünyasını dəyişib. Zəməxşəri deyir bu hədis. Ələ və mən mata alə buğz Ali Muhammedin cəal yevməl qiyamə məktubən beynə əynəy əyisun min rəhmətillah. Hər kim onlara düşmənçilikdə dünyasını dəyişsə, qiyamətin günündə gələr məhşərə, alnında yazılıb ki, bu ilahi rəhmətdən məyusdur. Buna ilahi rəhmət şamil olmaz. Ələ və mən mata alə buğz Ali Muhammedin mata kafirən. Hər kim Muhammed Ali Muhammedin nifrəti ilə, kini ilə, düşmənçiliyi ilə dünyadan köçsə, o deyir, kafir dünyadan köçüb. Hətta namaz qılanda olmuş olsa belə. Ələ və mən mata alə buğz Ali Muhammedin ləm yəşum raihətəl cənnə. Hər ki Muhammed Ali Muhammedin kini, kudurəti ilə, düşmənçiliyi ilə dünyasını dəyişsə, onun burnuna deyir, heç cənnətin qoxusu belə yetişməz. Allah'ın verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal bizləri Peyğəmbər ali Peyğəmbəri sevənlərdən qərar versin inşallah.